Salam, hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalında. Əziz izləyicilər, deməli hər dəfə desəm də belə deyək, riayət edib, daha doğrusu vaxt eləyib sizinlə bu kitablardan kitablara daki olan mövzulara toxunub videolar paylaşa bilmirdim. Bugündən etibarən çalışacağam ki, bu kitablarda olan məlumatlardan, xəstəliklərdən belə deyək, sizə məlumat verim. Yəni bu kitablar çoxdur. Məndə belə kitablar, hamısı toyuq, cücə, ördək, qazdır. İndi inşallah bir-bir sizinlə paylaşacağam. Yəni burada baxılma qaydaları necə olmalıdır cücələrə. Ondan sonra xəstələnəndə, bax xüsusən xəstələnəndə burada bu kitabda çox gözəl məlumatlar var. Bax burada indi rus dilində bilənlər bolezni. Burada deməli bir çox xəstəliklər var və hansı o xəstəliklərdə hansı dərmanları vermək lazımdır, o haqqda məlumatlar var. Həmçinin bax burada deməli saxlama, inkubator və sairə yəni məlumatlar var. Bütün ev quşları haqqında yəni bildirçin, nə bilim digər hinduşka və s. də yəni ördək, qaz, hər biri haqqında bax xoruzlar, toyuqlar, hər biri haqqında məlumatlar var. Yəni bax bunda da onu kimi, yəni bu kitablardan çalışacağam. Yəni məndə belə kitablar bəlkə bir 10-15 dənədir. Hərəsində də gözəl-gözəl məlumatlar. İnşallah hər birini sizinlə paylaşacağam. Bugün burada bir xəstəliyə rast gəldim. Bir şey deyim ki, əziz izləyicilər, bax mənə bir də görürsüz yazsınız ki, belə deyək də, cücəmizdə bu belədir vəziyyəti, elədir vəziyyəti. Mən bax bu kitabı oxuyuram. İnandırım ki, sizə əziz izləyicilər, burada o qədər xəstəliklər var ki və hər bir xəstəliyin çoxu bir-birinə bənzəyir və çoxunun da dərmanı başqa-başqa dərmanlardır. Yəni bax burada oxuyuram mən hamısında. Yəni bütün cürbəcür şeylər var, belə deyək də, xəstəliklər və hərəsinin dərmanı ayrıdır, hərəsinin də diaqnoz şeyi belə deyək də, vəziyyəti başqa cürdür. Yəni misal üçün xəstələnəndə hansı dərmanları vermək lazımdır. Yəni hərəsində bir cürədir. Hə, əziz izləyicilər, və sözü nəyə gətirmək istəyirəm? Yəni diaqnoz yəni onlara qoymaq olmur da. Yəni çünki diaqnostikası belə deyək də başqa-başqa olur. Yəni burada bax hətta elələri var ki, elələri yox, ümumiyyətlə çoxu şey deyir ki, məsləhət görür ki, yəni əgər bunu baytar ancaq bilə bilər dərdini. Yəni baytar necə? Yəni bizdəki kimi deyil də. Məsələn bu indi Rusiyanın kitabıdır. Getdin şeyə, ona nə deyir, baytarlığa, hə mənim cücəm belə xəstələnibdir, elə xəstələnib, o da dərman verir, bu dərman düşmədi, digərini verir, o düşmədi, o birini verir. Həm onun cibinə xeyirli pul qazanır, sizin də istəyir cibinizdən gedir. Yəni sözü nəyə gətirmək istəyirəm? Rusiyada misal üçün cücənin biri ölür, ikisi ölürsə aparırlar bunu baytara, baytar onu yarır və diaqnozunu verir ki, yəni bunda nə xəstəliyi var. Yoxsa bizimkilər kimi ay belə deyək, o dərmanı verir, bu da o xeyir eləmədə onda o xəstəlik odur, budur. Yəni bilməmiş verirlər. Və sözü nəyə gətirmək istəyirəm? Sözü ona gətirmək istəyirəm ki, burada bütün məlumatlar var ki, hansı xəstəliklərdə hansı dərmanları vermək olar. Sadəcə indi sizin cücələriniz hansı xəstəliyə yoluxubdur, onu mən bilərəm də. Yəni ki, siz deyirsiniz, misal üçün, belədir, elədir, mən onu bilmirəm. Və onu da baytar, belə deyəm də, aparmalısınız baytara, baytar içini yarmalıdır, görməlidir və o xəstəliyi, diaqnozu o qoymalıdır ki, yəni bunda bu xəstəliklər var. Ona görə də ona uyğun dərman verməlidir. İndi düzdür, mən burada bütün xəstəliklər haqqında məlumat verəcəyəm. Siz yəqin özünüz də belə deyim də şey eləyə bilərsiniz ki, misal üçün bu cücələriniz belə oldu, toyuqlarınız elə oldu, hansı dərmanlar vermək olar və hansı xəstəliyə yoluxubdur. Yəni özünüz bunu belə deyim də, öz cücələrinizi, öz toyuqlarınızı özünüz düşünərək müalicə eləməlisiniz ki, bunda deməli bu xəstəlik varsa, belə hallar
şey olursa, məsələn, panos gedir, digərdə, yəni pipi qaralır. Yəni burada yazırlar. Məsələn, bu xəstəlikdə nə olur, o birisi xəstəlikdə toyuq özünü necə hiss eləyir, cücə necə hiss eləyir. Sadəcə indi burada elə xəstəliklər var ki, bir-birinə oxşuyur və ona da uyğun dərman vermək lazımdır. İndi düzdür, sizdə bu xəstəlik ola bilər. Mən də deyəcəm bu xəstəlik haqqında siz gəlib onu verəsiz, o düşməyə bilər. Sadəcə onu baytar müəyyən edə bilər. Yəni mən hər bir insanın toyuğunun xəstəliyini müəyyən edə bilmərəm. Ona görə onu baytar belə deyim, təyin edə bilər. Onu da əməliyyat edib, yəni içini yararaq, baxaraq içinə və ondan sonra diaqnozunu qoya bilər ki, yəni bunda bu diaqnoz şeydir, bu xəstəlik belə deyək, da, yəni bunda bu xəstəlik var və ona da uyğun dərman verə bilər. Əziz izləyicilər, indi bu gün istərdim sizə bax burada yazılıb Qambo xəstəliyi haqqında danışıb məlumat verəm. Cücələrdə bu olur. Üzr istəyirəm. Və o olanda hansı dərmanları siz cücələrə verməlisiniz. Və gələn videolarımda da inşallah bax burada çox həddindən artıq demək olar ki, bax hələ görürsüz. 500-dən başlayır da, vərəq 500-dən başlayır, bax buradan. Bax bu boyda, inandırım sizi, bax bu boyda görürsüz qalınlığını, xəstəliklər haqqında məlumat var. İnşallah o xəstəliklər haqqında da sizə məlumat verəcəyəm. Deməli, əziz izləyicilər, Qambo cücələrdə hansı xəstəlikdir? Bu xüsusən deməli cücələrdə balaca vaxtı, yəni 5 günü, daha doğrusu 3 günündən 15-ində bax burada yazılıbdır. Başlaya bilər, yəni cücələri siz inkubatordan alıbsınız və yaxud evdə çıxıbdır, gətiribsiniz bruderə və bruderdə 3-cü günündən sonra belə deyərdim, başlayırlar bu xəstəliyə yoluxmağa. İndi bunların fəsadlarına deyəcəm, bu cücədə necə fəsadlar verir. Onda isə hansı dərmanları vermək lazımdır və necə vermək lazımdır, o haqqda danışacağam. Deməli, əziz izləyicilər, cücələrdə görürsünüz ki, 3-cü günü, yəni bu balacalarda olur da, elə bir 3 gündən 15 gününə kimi olur. Məsəl üçün, çox abunəçilərim də görsən yazırlar ki, yeni çıxan cücələrdə 3-4 günlükdür, başlayırlar qırılmağa falan beşməkən. Bax, məncə bu o Qambo xəstəliyidir. İndi onun fəsadlarını mən deyəcəyəm nədir. Bax, bu o xəstəliyə aiddir, yəni dərman zətdə. Fəsadları necə olur? Deməli, cücələrdə başlayır panos getmək. Siz onlara şəkərli yem verirsiniz və yaxud başlanğıc yemi verirsiniz. Yəni normal, ancaq cücələrdə panos gedir. Ondan sonra cücələr başlayır büzüşməyə, yəni tüklərin zadı belə pırpızlaşdırırlar. Yəni tüklər sanki qabarır, başlayırlar titrəməyə, ondan sonra immunitetləri düşür, yəni yaxşı yemək yemirlər və bu cücələrdə deməli 3-cü gündən 15-ci gününə kimi olur da. Yəni bu xəstəlik o vaxtlarda olur. Ən çox bu balaca 2 həftəlik cücələrdə. Yəni immunitetlərinin düşməsi, titrəmə, tüklərinin qabarması, panos getməyi, onda, yəni balaca vaxtı. Onda deməli əziz izləyicilər, bunlara deməli eritromitsin, bax burada yazılıbdır. Deməli eritromitsin dərmanı alırsınız və onu bax burada görürsüz indi 10 litr suya qaynadılmış su olsa daha da yaxşı olar. Yarım qramdan biraz az, yəni 0,6 qram görürsüz, qatıb verirsiniz və 5-7 gün bunu vermək lazımdır. Bunu verəndən sonra cücələr belə deyərdim, özlərinə gəlirlər. Yəni bax bu dərmanı yadda saxlayın, bir də adına şey deyirəm, eritromitsin. İndi videonun altından da yazacağam. Əgər balaca cücələrinizdə bu xəstəliklər, yəni panosun getməyi, titrəmə, immunitetin düşməyə, yəni yemək zət yaxşı yemirlər, tüklərin belə pırpızlı olmağı zat varsa, deməli bunlarda
şey olur. Da yəni bu xəstəlik var və 5-7 gün bunu vermək lazımdır ki, cücələr özlərinə gəlsin. İndi ola bilər ki, sizdə biraz gec də gələ bilər. İndi bir 10 gün də versəz heç də olası deyil. Ancaq ən əsası 5-7 gün verməlisiniz. Verdiniz, bu belə deyim, cücələri sağaldır. Yəni bu qambo xəstəliyidir cücələrdə, xüsusən bayaq dediyim kimi 3-cü günündən sonra, yəni 3-15 həftəlik cücələrdə xüsusən olur. Cücələrdə də belə deyim, fəsadları belə olur ki, panos gedir, titrəmə olur. Yəni yeri isti olsa da görürsüz ki, cücələr bürüşürlər, üşüyürlər, immunitetləri düşür, tükləri pırpızlanır. Onda bu dərmanı verəsiniz. Videonun altından bu dərmanın adını yazacağam. Eritromisin. Onu alırsınız, 10 litr suya 0,6 qram qatıb verirsiniz. Bu bütün cücələri belə sağaldır. Bax belə əziz izləyicilər, bu gün də istədim bir balaca bu haqqda danışam, məlumat verəm. İnşallah gələn videolarımda, yəni çalışacağam ki, gündə bu belə deyək, bu kitablardan bir belə deyim, mövzuya toxunum, xəstəliyə toxunum və sizinlə paylaşım. Belə kitablarım bayaq qeyd etdiyim kimi çoxdur. O hardasa 15-dən çox belə kitabım var. İnşallah hamısından gözəl-gözəl şeylər, videolar çəkəcəyəm, mövzulara toxunacağam. Yəni xəstəliyə indi biraz bu videomuz çox oldu, sadəcə bu başlanğıcdır. Gələn videolarımı biraz qısaldacağam. Yəni sözüm ondadır ki, hər bir xəstəlik bunda var. Xəstələndə hansı dərmanları vermək lazımdır və effektini verən dərmanlardır. Bu dərmanın da adını videonun altından yazacağam. Girib oradan belə deyim, baxarsınız. Lazım olsa, yəni balaca cücələrinizdə bu xəstəliklər olsa, onlara verəsiniz. Belə. Bu qədər əziz izləyicilər, hər kəsə təşəkkürlər. Kanallarımıza Quşlar TV, Lal Ördəklər TV, həmçinin Kənd Heyvanları kanalına abunə olun. Videolarımıza da like qoyun, çünki biri-birindən gözəl videolar gəlir.